Elə mədəniyyətdən danışmışkən çıxış üçün sözü vermək istəyirəm Musa rayon Mədəniyyət Mərkəzinin direktoruna Reyhan xanıma. Buradan danışabilirim. Ürəyiniz necə istəyir? Hər vaxtınız xeyir olsun, əziz tədbir iştirakçıları. Zəfər bayramı ərəfəsində xoş gördük sizləri. Bugün bizim tədbirimizdə şəhid ailələri də iştirak edir. Onları da salamlayıram və Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarını fəda etmiş şəhidlərimizə Allah rəhmət eləsin. Həyat üçün doğulu, vətən üçün ölən şəhidlərimiz hər zaman xalqımız tərəfindən yad olunacaqdır. Qazilərimizə, veteranlarımıza Allahdan şəfa diləyirəm. Əziz həmvətənlər, sizləri bu bayram münasibəti ilə ürəkdən təbrik edirəm. Sizə can sağlığı, xoşbəxt firavan bir həyat, sülh və əmin-amanlıq arzulayıram. Bir daha bayramınız mübarək olsun, əziz həmvətənlər. Sağ olun.